Dövlət Dəniz və Liman Agentliyinin gəmi hərəkətinin idarə edilməsi mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. Bununla bağlı əməkdaşımız Günel Məmmədiyarı hazırda agentlikdədir və birbaşa bağlantı vasitəsilə təfərrüatı diqqətimizə çatdıracaq. Günel, salamlayıram sizi. Hər vaxtınız xeyir olsun. Buyurun, agentliyin xəbərdarlığını sizdən eşidək. Salam, hər vaxtınız xeyir olsun. Tamaşaçılarımızı da salamlayıram. Bilirsiniz ki, yay fəsli olsa da bu il havalar bir qədər gecikindi. Əsasən küləkli və yağışlı hava şəraiti hökm sürürdü. Düzdür, ötən həftə şənbə və bazar günləri ölkə üzrə havanın temperaturu 41 dərəcəyə qədər yüksəlmişdi. Lakin bugün yenidən küləkli hava şəraiti müşahidə olunur. Elə buna görə də Dövlət Dəniz və Liman Agentliyinin gəmi hərəkətinin idarə edilməsi mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. Daha ətraflı məlumatı isə bizə Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova verəcək. Salam Pərvanə xanım, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Sizin də qeyd etdiyiniz kimi hazırda paytaxt ərazisində küləkli hava şəraiti hökm sürür və Xəzər dəniz akvatoriyasında müşahidə olunan şimal-qərb və şimal küləyi sabah səhər saatlarına kimi davam edəcək və küləyin sürətinin açıq dənizdə arabir 30 metr saniyədə güclənəcəyi gözlənilir. Dalğanın isə 5 metrə çatacağı proqnozlaşdırılır. Hazırda isə 6 limana giriş-çıxış məhdudiyyəti qoyulub. Qaradağ, Ələt, Dübəndi, Sahil, Sənqaçal və KMS limanları, digər limanlar isə öz fəaliyyətini davam etdirir. Hazırda isə gəmilərin hərəkətini idarə etmə xidmətinin cavabdehlik ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir. Mütəxəssislərimiz küləyin azalma anına qədər məlumat mübadiləsi aparacaqlar və Respublikamızın ərazi sularında hərəkətin bölünmə sistemində və gəmilərin idarə olunmasına köməklik göstərəcək və hərəkətin nizamlanmasını təmin edəcəklər. Təşəkkür edirik Pərvanə xanım ətraflı məlumat üçün. Bizim isə çatdıracaqlarımız bunlar idi. Hələlik isə yenidən söz sizdədir. Təşəkkür edirik Günel, sizə və qurumun əməkdaşına. Ətraflı məlumat verdiyiniz üçün minnətdarıq. Hörmətli tamaşaçılarımız, güclü küləklə əlaqədar gəmilərə xəbərdarlıq olunub və bu barədə xəbəri təqdim etdik. Birbaşa bağlantıda əməkdaşımız Günel Məmmədiyarı idi.